sonra Səlimə anamın heç cürə tədbirlərdə bir yerə gələ bilmirdik. Və onun kitabı məndə qalmışdı, Qəhrəman Analar. Qismətə baxdım ki, o kitabımızda analar üçün yazılan kitabdır, bu kitabımızda analar üçün yazılan kitabdır. Bir neçə dəfə də tədbirimə dəvət edilmişdim. Səhhətində problemlər yaranmışdı, Şakir əminin səhhətində problemlər yaranmışdı. Alındıra bilməmişdik, görüşə bilməmişdik. Qismətdən bugün Bayraq Muzeyində sizin qonağınız oldu. Və mənə elə gəlir ki, ilk dəfə də siz bu muzeydə qonaqsınız. Daim olsun inşallah. Və əslində gələcəyinə inanmadığım analarımdan biri də Səlimə anadır. Çünki həmişə son anda nəsə bir problem çıxırdı. Ona görə mən dünən gecə bilmişəm Səmirə anamın gələcəyini, şeiri uşaqlara verməmişdim. Bugün şeir səsləndirmə növbəsi mənim olsun. Dualarımın bəhrəsi. Ən gözəl ad günüm sənindir. Sən mənə Tanrının hədiyyəsiydin. İllərdir etdiyim dualarımın nağıl tək bitişi, həm bəhrəsiydin. Elə xoşbəxt idim, elə gözəldir. Səninlə birlikdə gələn günlərim, bilmirdim ömrümdən heç necə keçir. O səndə aylarım, səndə illərim. Ağlıma gəlməzdi, həsrət qalaram. Ömrün baharında qışa dönərsən. Vətən eşqin ilə çıxdığın yolda, torpağın uğrunda canın verərsən. Mənim Həsən ağam, ay gözəl balam. Şəhidlik məqamın qürurdur mənə, deyirəm cənnətə körpü olaydır. Kaş yenə qovuşa biləydim sənə. Deyirəm cənnətə körpü olaydır. Kaş yenə qovuşa biləydim sənə. Söz Səmirə anamızdadır, buyursun. Ürəyinə keçən duygular paylaşın sizinlə. Çox çətindir. Bilmirəm, afət anama başa düşər. Həyatda deyirsən, gəlmirsən, həyatda heç nəsiz qalmaq çox çətindir. Ona görə sağ ol, İsməham. Həmişə mənə yada salsam. Biraz səhhətimlə əlaqədar çıxmıram çox yerdə. Amma sevindim bugün sizləri görmək. Təşəkkür edirəm. Sağ olun. Və bizim bir balaca fidanımız da var, Günəşin Nuru komandasından. Əslində biz onu gözləyirik, Leylamız gecikir. Leylamız gələnə qədər gəlin. Bir musiqi nömrəsində də qulaq asaq Kamiləmizin ifasında. Yaxşı Azərbaycan gəlsin, şəhidlərimizin bayraqları gəlsin bir daha səhnəyə. Daha sonra yəqin ki ona qədər də Leylamız çatar. Çünki Leylamızda da bir şəhidimizin şeiri qalır.